Herkese salam, bir günlük vloguma hoş gəlmisiniz. Və mən yenidən o bir günlük vlog videosunu çəkirəm. Çünki məncə o bir günlük vlog videom yaxşı izləmişdi. Ona görə də yenə də bu vlogu çəkirəm, amma daha yaxşı variantını çəkəcəm. Mən bugün sizə günlük rutinlərimi videolar çəkəcəm. Yəni zaten günlük nə edirəm, hamısını çəkməliyəm. Və siz yəqin short videodan bilirsiniz ki, mən üniversiteti bitirdikten sonra yani artık işe girmişəm. Mən indi isə öz oxuduğum kursda, yəni öz oxuduğum kursun diş həkimliyini işləyirəm. Və bugün də indi artıq getməliyəm. İndi 2 dəqiqə tez hazırlaşacağam. Makyajımı eləyəcəm. Ondan sonra isə gələcəm artıq işə. Salam. Salam. Artıq patentlərin səni gözləyir. Artıq içəri girə bilərsən. Hə, elə onun üçün gəlmişəm zaten. İndi isə mən birazdan yəni patentləri qəbul edəcəm. Siz də məni izləyə bilərsiniz. Patentlərim bitdi. İndi isə dokumentlərimi yazıb işdən çıxa bilərəm. Çıxıram və gedirəm evə. Yəqin burada. Bu kimdir? Əslində mən heç kimi gözləmirdim, amma nəysə. Salam. Mary, salam. Necəsən? Yaxşıyam, sən necəsən? Bu arada bunun adı Mary'dir və bu mənim balaca bacımdır. Yəni balaca deyəndə məndən hardasa 1 yaş falan balacadır. Amma yenə də balacasan. Yaxşı, bəsdir. Balacadır mənə. Belə gəlmişdim sadəcə. Hə, yaxşı yemişdim. Onda gəl sənin üçün kofe və yaxud da çay hansı? Mən çay istəyirəm. Aha, yaxşında gəl otur, mən sənin üçün 2 dəqiqə çay hazırlayım. Sənə bir sual verəcəm. Hə, eşidirəm. Sən niyə çay içmirsən? Bu nə sualdır? Sadəcə çay içmək istəmirəm. Mən bilirəm ki, sən məni zəhərləmək istəyirsən. Nə əlaqə? Mən niyə belə bir şey deyim ki? Yəni tam olaraq başa düşmədim. Nə bilim? Elə düşündüm. Yox, qorxma, zəhərləməyəcəm. Zəhərləndin? Yox, nə əlaqə, yəni zəhər var idi ki bunun içində. Yəni, bilmirəm, bəlkə ola bilər. Ay, yox. Ay, yox. Ay, qorxma, yalan idi, sadəcə yalan. Səni biraz qorxutmaq olar. Sənə görə çox qorxmuşdum. Nəysə, mən artıq gedim və başqa vaxt gələrəm. Hə, yaxşı, gedərsən. Nəysə, bu arada sənə yaxşı bir xəbərim var. Aha. Sənin o köhnə evin artıq mənim şəxsi evimdir. Nə? Axı mənim evim idi və mən onu özüm üçün saxlamışdım.
bu ev bəs eləmir ki, sən başqa evləri düşünürsən. O mənim evim idi. İndi sən mənimdir. Nəsə mən getdim. Yaxşı. Get buradan. Uf, gedirəm. Artıq gecə oldu və mən artıq yatmalıyam. Amma yatmamışdan əvvəl biraz duş alıp ondan sonra yatacağım. Mənim də artıq bir günüm belə bir başa çatdı. Gələn videolarda görüşərək. Əgər bu videonun altından 10 like maksimum gələrsə, istədiyiniz videonu yoruma yaza bilərsiniz. Hər kəs sağ olun, görüşənə dək.